Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA 2016 Asiya Müdafiə Xidmətləri sərgisinin ikinci günündə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə bir sıra ölkələrin nümayəndələri arasında görüşlər keçirilir. Yavər Camalovun Türkiyə nümayəndə heyəti ilə ardıcıl görüşləri daha çox diqqət çəkir. Bilgilen gidince ben konuşacağım protokolü. Eğitim için oluyor. Şimdi biz onun üzerine bilək ki, Türk kardeşimizin Elə bununla bağlı ən son məlumatları almaq üçün sərgidə işini davam etdirən xüsusi müxbirimiz Rahib Qəribə bağlanırıq. Salam Rahib müəllim. Salam. Rahib müəllim, Malaziyada hazırda siz sərgidəsiz. Ümumiyyətlə, sərginin gedişatı ilə bağlı ən son məlumatları sizdən alaq. Bir də nazirin görüşləri ilə bağlı ətraflı məlumatlar verərdiniz. Buyurun, söz sizdədir. Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində DSA 2016 kodu ilə keçirilən Müdafiə Sənaye Xidmətləri sərgisi dünyanın 5 ən iri silah sərgisindən biridir təbii ki. Bu sərgidə ilk gündən geniş çeşiddə silahlar, döyüş texnika və vasitələri nümayiş olunur. Azərbaycan da bu sırada öz yeni silahları, atıcı silahları ilə yanaşı digər döyüş vasitələrini nümayiş etdirir. İkinci günündə sərginin, yəni bugün müxtəlif görüşlər keçirildi. Müdafiə Sənayesi Naziri Yavər Camalovun iştirakı ilə və Braziliya, Fransa, dünyanın inkişaf eləmiş bu sahədə, hərbi sənaye sahəsində inkişaf eləmiş ölkələri ilə danışıqlar aparıldı, müxtəlif razılaşmalar əldə olundu. Sərginin gedişatında verdiyimiz suala Yavər Camalov belə cavab verdi ki, bütün məqsəd yeni silahların, yeni texnologiyasını ölkəmizə gətirməkdir. Bu da təbii ki, bizim üçün bugün çox vacibdir və bizim artıq hərbi sənaye sahəsində inkişafımızı gələcəkdə daha da yüksəyə qaldırmaq, təmin etmək üçündür. Ümumiyyətlə, silah sərgiləri silah diplomatiyası adlandırmaq olar. Burada sərgidə nümayiş olunan döyüş texnika silahları izləməklə yanaşı, xüsusilə müxtəlif şirkətlər, hərbi sənaye şirkətləri qarşılaşır, görüşür və müxtəlif razılaşmalar əldə edirlər. Sərginin əsas məqsədlərindən biri budur. Belə qeyd etdiyimiz kimi, Azərbaycan Müdafiə Sənayesi Naziri Yavər Camalovun bugün keçirdiyi müxtəlif görüşlərdə də xüsusilə ciddi danışıqlar aparıldı ki, Azərbaycana yeni texnologiya, yeni hərbi texnologiyalar gətirilsin və Azərbaycan hərbi sənayesi də getdikcə inkişaf eləsin. Aha, Rahib müəllim, silahlarla bağlı Yavər Camalovun bəzi açıqlamaları var idi. Elə həmin açıqlamaları da bir yerdə izləyək. Daha sonra müsahibəmizi davam etdirərik. Müdafiə təyinatlı məhsullar istehsal etmək üçün dünyanın aparıcı şirkətlərlə texnologiyalar ötürülməsi istiqamətində müzakirələr apardıq və razılıq əldə etdik. Eləcə də qarşıda qoyulan məsələlərdən biri ixrac imkanlarını artırmaq məqsədi ilə Nigeriyanın, Bangladeşin, Filippinin, Əfqanistanın, Qətərin, Səudiyyə Ərəbistanın və digər ölkələrin müvafiq qurumları ilə ixrac istiqamətində müzakirələr apardıq və razılıq əldə etdik.